Əziz qardaş, indi 45 dərəcə saldan patlama eləyək, hər şey yadında qalsın. Bax, bu sənin üçün maneədir də. Maşın ola bilərdi burada, hər hansı bir sütundur. İkinci maşından, yəni birinci maneəni yox, ikinci maneənin gücünüzü paralləşdirməliyik. Bax, o ikinci avtomobilin sənə yaxın olan küncü ilə gücünü paralləşdir. Bax, sənin gücünü sənə yaxın olan avtomobilin yaxın küncü ilə paralləşdir. Çox uzaqlaşmamasan, bacardığın qədər buraya yaxın gəlməlisən. Çünki azad sürətini satmısan da, görmürsən. Çünki sağda yerin çox yoxdur, dar alandır. Ona görə də maşına maksimum yaxın getməlisən, maksimum yarım metr məsafə bəsdir. İndi yerində, baxaq belə paralelsən, cüzü qabağa ver, cüzü. Biraz da ver, aba, yaxşıdır. Cüzü keçməyin qorxusu yoxdur. Yerində axıra kimi sükanı çevir sağa, əks istiqamətə. İndi bax dostum, sol gücündə bu maşını qurana kimi get, sağ gücündə sütunu görsən daha yaxşı olacaq. Gəl, bax sol gücündə o maşını gör. Gəl. Görsəndə o maşın orada. Sol gücüyə görsənim. İndi bax buradan bax, biraz da bir qabağa, bax sütunu da görək. Ver, qorxma. Abba, sütunu görsəndə, düzdür. İndi dostum, yerində sola vur və yerə qoy. Axıra kimi vurmursan, aşağı sürətlə, tələsmə, aşağı sürətlə vur axıra kimi. İndi sol gücüyə də bax, yavaş-yavaş boşda torumuzu. Bırax torumuzu. Solda yerim var. Sağa bax indi bax, sağda yerim var, artıq üstünü keçdi. Sola baxıb dəymirsən, mən sola görmürəm. Yox, sola avtomobilində. Düzdür, biraz. Yaxınsan biraz, eybi. O maşına görə biraz tələsdik. Soluna diqqət elə, sağda problemi yoxdur. Soluna diqqət elə, əlini düzəlt. Dayan, sola düzəlt də. Yavaş-yavaş verək. Aşağı sürətlə. Əla, artıq daxildik o avtomobillə bu maneənin arasında. Çox bir daha çəkdik. Deməli, nə vardıq? Gücümüzü, birinci maneəni yox, ikinci maneəni avtomobillə paralləşdirdik. Eşitsən, farasıyla paralləşdirdik, sənə yaxın küncünlə. Sonra sükana əks istiqamətə döndərik. Sol gücündə həmin avtomobili görürük, sağ gücündə çalışdıq ki, bax bu maneəni görək. Ondan sonra sükanı çevrə-çevrə də gedə bilərsən, yerinə döndərə də bilərsən. Oldu? Bax bu məlumat təcrübəsi üzərində çox faydalı olacaq inşallah. İndi çıx buradan, sola dön.